Bugün Yasamaldakı yanğında həlak olan Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızı Ləman Qulamovanın doğum günüdür. Ləman 26 yaşını İstanbulda əməliyyat olunduğu və hazırda müalicəsinin davam etdirildiyi Acıbadəm klinikasında qeyd edib. Xatırladaq ki, bir neçə gün əvvəl Ləman Qulamovanın babası Vəlibəy Hümbətov saytımıza açıqlamasında bildirib ki, nəvəsi Türkiyədə 3 dəfə robotik əməliyyat olunub və onun boğazına stent qoyulub. Vəziyyəti isə orta ağırdır. Bugünə qədər nəvəsini öz vəsaiti hesabına müalicə etdirdiyini deyən baba, ölkə rəhbərliyinə müraciət edərək kömək istəmişdi. Qeyd edək ki, ötən ilin noyabrında Yasamalda yaşayış binasında baş vermiş yanğında 3 nəfər həyatını itirib. 27 nəfər isə xəsarət alıb. Yanğın zamanı həlak olanlardan Könül Hümbətova Ləmanın anasıdır.